Hər vaxtınız xeyir. Bugün biz vəd olunmuş torpaqda həyat adlı mövzusunu araşdıracağıq. Heç düşünmüsünüzmü? Adi bir daş yığını necə olur ki, qardaşları bir-birinə düşmən edib, az qala vətəndaş müharibəsinə səbəb olur. Elə bugün biz məhz belə bir hekayədən, qədim intriqadan və böyük bir yanlış anlaşılmadan danışacağıq. Hər şey İordan çayının sahilində başlayır. Təsəvvür edin, bir gün hamı oyanır və görür ki, orada nəhəng sirli bir abidə ucaldılıb. Sanki bir gecədə peyda olub və heç kim bilmir bu nədir, niyə buradadır. Və əsas sual da elə budur. Necə olur ki, adi bir tikili bütöv bir xalqı parçalanmağın bir addımlığına gətirir? Gəlin bu hekayənin dərinliklərini enək və görək pərdə arxasında əslində nələr baş verib. Deməli, hekayəmizin ilk hissəsində məsələyə bir tərəfdən baxacağıq. Onlar üçün bu bir müharibə qurbangahı idi, bir xəyanət abidəsi. Gəlin görək, bu abidə niyə belə bir qəzəb doğurmuşdu? Baxın, hadisələrin mərkəzində şərq qəbilələri var. Bu adamlar illərdir ki, döyüşürdülər. Nəhayət müharibə bitir və onlar da evlərinə, ailələrin yanına qayıdırlar. Vəzifələrini də artıqlaması ilə yerinə yetiriblər. Amma evə çatmağa az qalmış, elə İordan çayını keçməzdən əvvəl qəribə bir iş görürlər. Hamının görə biləcəyi bir yerdə nəhəng, əzəmətli bir qurbangah tikirlər. Və təbii ki, bunu görən hər kəsin ağlında bircə sual yaranır. Niyə? Bunun mənası nədir axı? Və çayın o biri tayındakı qardaşlarının, yəni qərb qəbilələrinin reaksiyası demək olar ki, anında və çox sərt olur. Onlar üçün bu sadəcə bir tikili deyildi. Yox, bu Allaha qarşı bir üsyan, qardaşlara qarşı bir xəyanət idi. Vəziyyət o yerə çatır ki, artıq hamısı silaha sarılmağa, müharibəyə hazırlaşır. Yaxşı, bir dəqiqə dayanaq. Hər şey bu qədər sadədirmi? Həqiqətənmi bu adamlar xaindilər? Gəlin hekayəni biraz geri çəkək və görək. Bu ittiham olunan qəbilələr, bu sadiq əskərlər əslində kim idilər? Baxın, rəqəmə diqqət edin. 7 il. Bu adamlar düz 7 il ailələrindən, ev-eşiklərindən uzaqda, çayın qərb sahilində qardaşları üçün vuruşublar. Bu inanılmaz bir fədakarlıq, elə deyilmi? Onların sədaqəti heç vaxt, heç bir an şübhə altına alınmamışdı. Hətta lider Yeşuanın özü də onları tərifləmişdi. Demişdi ki, siz üzərinizə düşən hər şey etdiniz. Uzun müddət sadiq qaldınız. Bunda sual yaranır. Necə olur ki, bu qədər sadiq əskərlər birdən-birə belə bir xəyanətə əl atsınlar? Məntiqli deyil, eləmi? Deməli, burada bizim bilmədiyimiz, gözdən qaçırdığımız məqam var. Yaxşı, indi gəlin məsələnin o biri tərəfinə baxaq. Bəs qərb qəbilələri niyə bu qədər kəskin reaksiya verdi? Məsələ sadəcə qəzəb deyildi. Onların reaksiyasının kökündə daha dərin, daha qədim bir hiss var idi. Qorxu, bir xalqın travması. Onların qəzəbi əslində sadəcə bir hirs deyildi. Bu, onların keçmişindən gələn dərin tarixi bir qorxu idi. Bilirsiniz, bəzən bizim reaksiyalarımızı indiki vəziyyət yox, keçmişdə yaşadığımız travmalar, köhnə yaralarımız idarə edir. Bax, burada da məsələ eynilə oydu. Onların qorxusu kollektiv cəza qorxusuydu. Yəni, keçmişdə bir neçə nəfərin etdiyi günaha görə bütün xalqın necə cəzalandırdığını görmüşdülər. Məsələn, Baal-Peorda Axanın hekayəsində olduğu kimi. Onlar üçün bu unudulmaz bir dərs idi. İndi də qorxurdular ki, bu yeni qurbangah da yeni bir günahdır və bu günahın cəzasını yenə hamı birlikdə çəkəcək. Vəziyyətin nə qədər ciddi olduğunu anlamaq üçün sadəcə kimin danışıqlara göndərildiyinə baxmaq kifayətdir. Kahin Pinxas, yəni Baal-Peordakı o böyük fəlakəti tək başına dayandıran adamın özü. Onu göndərməklə əslində bir mesaj verirdilər. Biz bu məsələyə çox ciddi baxırıq. Bu bir ölüm-dirim məsələsidir və beləcə hər şeyin qırılma nöqtəsinə gəlib çatdıq. Gərginlik son həddədir. Amma məhz bu anda hər şey dəyişən bir həqiqət ortaya çıxır. Böyük bir anlaşılmazlıq nəhayət ki, aydınlığa qovuşur. Fərqə bir baxın. Bir tərəfdə ittiham var. Bu, Rəbbə qarşı üsyandır. Digər tərəfdə isə həqiqət. Yox, bu hamımızın bir xalq olduğunun şahididir. Tamamilə bir-birinə zidd iki fikir. Birinin xəyanət gördüyü şey, o birisi üçün əslində birlik simvoluymuş. Deməli, məsələ üsyan deyildi.
Şərq qəbilələrinin əsl qorxusu başqa idi. Onlar unudulmaqdan qorxurdular. Onların bütün narahatlığı gələcək nəsillər üçün idi. Fikirləşirdilər ki, Yordan çayı zamanla sadəcə bir çay yox, onları ayıran bir sərhədə çevriləcək. Qorxurdular ki, bir gün gələcək və onların uşaqlarına deyiləcək ki, siz kənarda qalmısınız. Sizin Rəbdə, bizim ortaq irsimizdə heç bir payınız yoxdur. Bax, bu qurbangahın əsl məqsədi də buydu. Bir şahid olmaq. Yəni o üzərində qurban kəsmək üçün deyildi. O sadəcə bir xatirə idi, bir simvol. Gələcək nəsillərə deməli idi ki, baxın, çayın hər iki tərəfində yaşayan bizlər hamımız eyni Allaha xidmət edirik. Biz bir xalqıq. Yaxşı, bütün bu hadisələr yaşandı və bitdi. Bəs bu daşlar, bu hekayənin bizə, bugünkü insanlara verdiyi dərs nədir? Biz buradan nə öyrənə bilərik? Əslində bu hekayədən bir neçə çox vacib dərs çıxarmaq olar. Birincisi, tələsik nəticələrə varmaq. Fərziyyələr üzərində hərəkət etmək çox təhlükəlidir. İkincisi, bizim keçmiş travmalarımız bugünkü reaksiyalarımızı idarə edir. Bunu unutmamalıyıq. Üçüncüsü, bütün anlaşılmazlıqların həlli birbaşa ünsiyyətdir. Gedib danışmaqdır və ən əsası sakit bir izahat, mülayim bir cavab ən böyük fəlakətin belə qarşısını ala bilər. Və bütün bu hekayəni bəlkə də ən yaxşı ümumiləşdirən bir kəlam var. Həlim cavab hirsi yatırar, sərt söz isə qəzəbi alovlandırar. Yəni sözlərin gücü inanılmazdır. Eyni söz həm dağıdar, həm də qura bilər. Seçim isə hər zaman bizim özümüzdədir.